Salam uşaqlar, bərabərsizlər mövzusu 5-ci bölmə. Modullu bərabərsizlik. Başlayaq birinci sualla. Sual belədir. 4 kiçikdir modulda x kiçikdir 12,5 bərabərsizliyini ödəyən ən böyük və ən kiçik tam ədədlərin hasilini tapmaq lazımdır. Yəni 4 ilə 12,5-in arasında olan ədədlər 5, 6, 7, 8, 9, 10, 11 və 12-nin özü də daxildir bu araya. Bu müsbətlərimiz bir də modul olanda həm müsbət həm mənfi götürdüyüm üçün. Məsələn, mənfi 5 də bura daxildir. Çünki mənfi 5-in də modulu 5 eləyir, 4 ilə 12,5-in arasındadır. Yəni bir də bu ədədlərin mənfiləri mənfi 6, mənfi 7, mənfi 8, mənfi 9, mənfi 10, mənfi 11, mənfi 12 də bura daxildir. İndi bizdən soruşur, ən böyük ilə ən kiçinin hansı? Ən böyüyü 12-dir, ən kiçiyi də mənfi 12-dir. 12-ni mənfi 12-yə vuranda eləyir mənfi 144. Məsələn, indi gəlirik modulu bərabərsizliklərin həllinə. Deməli, modulu 2-ci və 3-cü sualı izah edəcəm elə burada sizin üçün. Eyni anda arasındakı fərqi başa düşməyimiz üçün. Və burada deyir ki, 3-cüdə x çıx 3 kiçikdir 4-dən. Deməli, modulu bərabərsizlik həllini 1 olduğu kimi yazırıq. Bir də eyni misalı mənfisi kimi düşünürük, işarəsini dəyişirik. Yəni moduldan bir dəfə mənfisi, bir dəfə müsbətə çıxır. Sadəcə mənfisi çıxanda işarəni dəyişmək lazımdır. Eyni qayda burada da keçərlidir. Bir dəfə olduğu kimi yazdım. Bir dəfə də işarəsini dəyişib mənfisini yazmış oldum. Arasındakı fərq nədir? Əgər böyük olanda bu ikisinin birləşməsini götürürük, kiçik olanda isə bu ikisinin kəsişməsini. Yəni birində heyət, birində isə sistem olmuş olur. Məsələn, bu sistemləri həll edirik. Birincini həll edəndə x 1-dən 3-ün çıxırsız eləyir mənfi 2. İkincini həll edəndə mənfi 1 çıx 3 olur mənfi 4. Ədəd oxu çəkirəm və bunların birləşməsini götürəcəm. Mənfi 4, mənfi 2. Mənfi 2-dən böyük sağa doğru, mənfi 4-dən də kiçik sola doğru. Deməli, birləşməmiz olacaq mənfi sonsuzluqdan mənfi 4-ə. Birləşir mənfi 2-dən müsbət sonsuzluğa. İndi buna gəlirik. Birincini həll edin, x kiçikdir 4-ün üstünə 3 gəlirəm 7. İkincini həll edin, mənfi 4-ün üstünə 3 gəlirəm olur mənfi 1. Burada isə kəsişmə götürülür uşaqlar. Mənfi 1, 7. Mənfi 1-dən böyük sağa doğru. Bu birisi isə deyir 7-dən kiçik. 7-dən kiçiklər də sola doğru kəsişir. Mənfi 1-dən 7-yə. Burada isə sizdən ən böyük tam həllini istəyir. Mənfi 1-dən 7-nin arasında ən böyük tam ədəd 6-ın özü olmuş olacaq. Burada ümumiyyətlə tam həlləri 0, 1, 2, 3, 4, 5, 6-dır. Ən böyüyü 6-dır. Deməli, A variantı 6 olmuş oldu. Deməli, uşaqlar, modulu bərabərsizliyi bir dəfə olduğu kimi yazırıq, bir dəfə işarəni dəyişib mənfisinə yazırıq. Böyük olanda birləşmə, kiçik olanda isə kəsişmə götürürük. Və kiçik olan halın ikinci cür də həll edilimi olar. Bir belə sistem. Üçüncü misalın ikinci bir həlli də var. Əgər modulda x kiçikdir A tənliyini həll ediriksə, yəni kiçik olan halda nə baş verir? 2 qat bərabərsizlik kimi də yaza bilərik bunu. Gəlin bir üçüncü sualda ikinci sualla elə həll edək. X çıxılsın kiçikdir 4-dən. Bunu 2 qat bərabərsizlik kimi yazacağım. Necə? Misalı köçürdüm. Sol tərəfində də bir də həmin şeyin mənfisini yazmış oldum. Məsələn, bunu həll edirəm. Çıx 3-dürsə hər tərəfə 3 gəlirəm. Birinci tərəf mənfi 1, ikinci tərəfdə 7 edir. Cavabımız mənfi 1, 7. Belə də eləmiyorlar, belə də eləmiyorlar. Bura daxil olan ən böyük tam ədəd də buradakı kimi 6-dır. Məsələn. Yəni hər iki üsul doğrudur. Dördüncü suala baxıram. Dördüncü sual uşaqlar. Birinci sualımızdan eyni idi. Burada isə sadəcə cəmlərini istəyir. Eyni misaldandır. Deməli 6 tam 3-də 1 kiçikdir. X kiçikdir. Daha doğrusu modulda x kiçikdir 11,2. Ən böyük və 6-dan 3-də 1 ilə 11,2-nin arasındakı ədədlər 7, 8, 9, 10, 11-dir. Modul olduğu üçün mənfiləri də götürürük. Mənfi 8, mənfi 9, mənfi 10 və mənfi 11. Səhət ki, ən böyük və ən kiçik tam ədədlərinin cəmi. Ən böyüyü budur, ən kiçiyi budur. Bunların cəmi eləyəcək 0. Məsələn. 6-cı sualı yazıram. Elə 6-cı sualı buradan yazacağım. 6-cı sualımız. Modulda 2x çıx 5 kiçikdir mənfi 1. Və bir dənə də buradan 8-ci sual yazıram. Modulda 2x çıx 7 böyükdür mənfi 3. Deməli, modullu ifadə mənfi olanda sağında bu bərabərsizliyi həll etməyə ehtiyac yoxdur. Nə deyirik?
Modul həmişə nədir? Müsbət. Müsbət ədəd mənfidən kiçik ola bilərmi? Xeyr. Bu olur boş çoxluq. Deməli, modulda x kiçikdir a bərabərsini həll edəndə bu a mənfidirsə, bu bərabərsizliyin həlli olmur heç vaxt. İndi buna gəlirik. Modulda x böyükdür a bərabərsini həll edəndə a mənfidirsə, bunun həlli mənfi sonsuz müsbət sonsuzluq olur. İndi onun niyəsini izah edək. Çünki uşaqlar, modul həmişə nədir? Müsbət. Yəni x-i yenə mənfi də qoysam belə, lap bura mənfi 10 qoyuram. 2 vurur mənfi 10 edir, mənfi 20. Mənfi 20 çıx 7, mənfi 27. Mənfi 27 modul eləyəcək, müsbət 27 və o mənfi 3-dən böyük olmuş olacaq. Deməli, modulda x böyükdür a bərabərsini həll edirsə, əgər a mənfi ədəddirsə, bunun həlli olur. Mənfi sonsuz müsbət sonsuz. Çünki modul həmişə müsbətdir. İstənilən müsbət ədəd mənfi 3-dən böyükdür. Ona görə də istənilən ədəd bu bərabərsinin həlli ola bilər. Məsələn, 8-i də dedik. Davam edirik 10-cu sualdan. 10-cu sual uşaqlar. İkinci sualımızdan eyni şeydir. Yəni, sadəcə fərqi nədir? İkinci sualda moduldan sonra bərabərsinin sağ tərəfində yalnız ədəd var idi. Burada hərf də var, olsun da dəyişən də var. Nə fərq var? Dedik, modulu bərabərsini necə həll edirik? Bir dəfə olduğu kimi yazırıq. Bir dəfə isə işarəni dəyişib mənfisi ilə yazırıq. İşarəni dəyişdim. Mənfi x plus 4. İndi bunu birləşmə eləyəcəm, yoxsa kəsişmə. Yəni heyətdir, yoxsa sistem. Böyüyü görürsünüz, böyüksə heyətdir, yəni birləşmə götürməliyəm. İndi gəlin hər bərabər. Mən hər dəfə sistem yazmaq istəmirəm. Birincini yazıram. Ayrıca birincini həll eləyək. Sonra ikincini həll eləyək. Bu birincinin həllini ikinciyə keçirik. 2x çıx 1 kiçikdir. Bu mənfiyə görə açanda mənfi x çıx 4 olur, işarələr dəyişir. İndi x-ləri bir tərəfə keçirirəm, ədədləri də bir tərəfə keçirirəm. 3x kiçikdir mənfi 3-dən. X kiçikdir mənfi 3 böl 3-dən. X kiçikdir mənfi 1-dən. İndi biz bu ikisinin nəyini götürürük? Birləşməsini. Gəlin, çəkək. Mənfi 1 və 5. Mənfi 1-dən kiçik. Sağ tərəfə 5-dən isə sol tərəfə 5-dən böyüksə sağ tərəfə. Və heyət olduğu üçün birləşmə götürməliyəm. Yəni mənfi sonsuzluqdan mənfi 1-ə birləşir 5-dən müsbət sonsuz. Əgər sistem olsaydı, kəsişmə yoxdur deyə boş çoxluq olacaqdı uşaqlar. Davam edirik. 11-ci sual. Əslində 11-ci sual 2-ci sualdan eyni sualdır. Amma yenə də yazaq. Nədir 11-ci sualımızda? Deməli, misal belədir. Modulda x plus 3, 11. Böyükdür, bərabərdir 2. Deyir, bu bərabərsi ödəməli tam ədədlərin sayını tapmaq lazımdır. Bayaq dediyim kimi bir dəfə olduğu kimi yazırıq. Bir dəfə isə işarəsini dəyişib mənfisi ilə. Və böyük olduğu üçün heyətdir. Həll edək. Birincini həll edək. 2-dən 3 çıxıram, mənfi 1, mənfi 2-dən 3 çıxıram, mənfi 5. Ədəd oxu çəkirəm, mənfi 5, mənfi 1. Deməli, mənfi 5-dən kiçik sola, 1-dən də böyük, mənfi 1-dən də böyük sağa. Deməli, olacaq mənfi sonsuzluqdan mənfi 5-ə, mənfi 1-dən müsbət sonsuzluq. Bu bunun həllidir. Bizdən isə ödəməyən ədədlər istəyir. Ödəməyən ədədlər mənfi 5-dən 1-in arası. Yəni mənfi 4, mənfi 3, mənfi 2. Mənfi 1 ödür, daxildir. Mənfi 5 də 1 daxildir. Ödəməyən ədədlər oldu bu 3 dənə ədəd. Deməli, 11-ci sualın cavabı oldu 3. Y variantı 3. 13-cü suala keçirik. Üçüncü sual. X kvadrat çıxılsın 4 modulda x çıxılsın 5 bölü 0. Uşaqlar, bu əslində bir neçə cür həll eləmək olar. Necə? Modulda x-a t deyərsiniz. Misal olar t kvadratı çıxılsın 4t çıx 5 bölü 0-dan. Bunu vuruqlara ayırıram. Vuranda mənfi 5, toplayanda da mənfi 4. Diqqət yetirdiniz, toplayanda müsbət 4 yox, mənfi 4 dedim. Niyə? Əgər tənliyin köklərini tapsaydım, qiyətə görə vuranda mənfi 5, toplayanda 4 olan ədəd tapmalıydım. Amma vuruqlara ayırıramsa, necə görürəm, elə də deyirəm. Vuranda mənfi 5, toplayanda da mənfi 4 olmalıdır. Deməli, ona görə mənfi 5 ilə müsbət 1 deyə bilirəm. Bunu vuranda
edir -5, toplayanda da -4 edir. T-ni yerinə nə qoyacağım? Modulda x. Deməli, modulda x çıx 5. Bu bir mötərizədə olur. Modulda x üstə gəl 1. Böyüdü 0-dan. İndi aldıq bu misalı. İndi bunu necə həll edək? Ayrı-ayrı sıfıra bərabər edək. İntervallayacağım uşaqlar. Modulda x bərabərdir -1. Bunun həlli yoxdur. Modul mənfiyə bərabər olamaz. Qaldı bu. -5-dən 5. Ədəd oxumda düzək. Əslində, ədəd oxumda düzməyə də bilərik. Necə? Bunun həlli yoxdur deyə bunu tullayaq. Qalan misalımızı həll edək. Bərabərsizlik kimi. Əslində, ədəd oxumda düzü -5, 5 intervallaya da bilərik. Amma heç ona ehtiyac qalmır. Çünki dediyimiz kimi ikincinin həllini sıfıra bərabər edəndə modulda x bərabərdir -1 aldığımız üçün bunun həlli olmamış olur. Yəni, bir dənə qalır modulda x çıx 5 böyüdür 0 bərabərsini həll eləmək. Bunu da həll edəndə x böyüdür 5-dən. Bunun da cavabı olur bir dəfə olduğu kimi x böyüdür 5-dən. Bir də x kiçikdir -5-dən. Ədəd oxumda da çəksəz -5-dən 5-ə. -5-dən kiçik. Burada isə deyir 5-dən böyük. Birləşməmiz olacaq -sonsuzluqdan -5-ə. Birləşib 5-dən müsbət sonsuzluğa. Niyə birləşmə oldu? Görürsünüz, böyük olduğu üçün. Kiçik olsaydı kəsmə olacaqdı. Cavab oldu deməli. A variantı. Davam edirik uşaqlar. 15-ci sualına. Əslində 15-ci sualı yazmayacağım uşaqlar. Çünki 15-ci sual bayaq yazdığımız bir dəqiqə 10-cu sualdan eynidir. 2x-ə 10-cu sualdakı kimi bərabərliyin sağına keçir. 10-cu sual kimi həll edə bilərsiniz. 16-nı yazacağam. 16-cı sual. Deməli, modulda x kvadrat çıxılsın 2x çıx 15 kiçikdir modulda x çıx 5. Deyin amma uşaqlar. Sol tərəfi vuruqlara ayırın. Deməli, sol tərəf alınır bizdə vuranda -15. Toplayanda da -2 yenədir. X çıx 5, x plus 3'dür. Deməli, keçir bir tərəfə ortaq çıxardaq. Modulda x çıx 5, x plus 3 çıxılsın. Modulda x çıx 5, kiçikdir 0. Və yaxud da x çıx 5'i ixtisar edib kənarda x fərqlidir 5 yazmaq olar. Amma eləmədim. Modulda x çıx 5'i ortaq çıxartdım. Modulda x çıx 5'i ortaq çıxardanda qalır modulda x plus 3 burada. Bunun yerində 1 qalır. Kiçikdir 0-dan. İndi ayrı-ayrı sıfıra bərabər edəcəm. İntervallayacağım. X çıx 5 bərabərdir 0. X bərabərdir 0'a. Modulu qoymadım. 0-dan modula nə əhəmiyyət var? Modulda x plus 3 çıxılsın 1 bərabərdir 0'a. Modulda x plus 3 bərabərdir 1'ə. X plus 3 bərabərdir 1'ə və x plus 3 bərabərdir -1'ə. Mən buradan arsız x bərabərdir -2, buradan da arsız x bərabərdir -4. İndi ədəd oxu düzürəm. -4, -2 və 5. Müsbət 5. İndi intervallayaq. Birlikdə axırında 0 varsa, vuruq varsa intervallamaq olar. 6 qoyaq. Gələ yoxlayaq görək müsbət eləyəm. 6 çıx 5 müsbət. 6 üstə gəl 3. 8, 8-dən 1 çıxıram müsbət. -2 ilə 5-in arasında mən həmişə deyirəm ki, -2 ilə müsbətin arasında ən rahat 0 qoymaqdır. 0 çıx 5'in modulu edir müsbət 5. Yəni oraya ehtiyac yoxdur ehtiyac qoymağa. Bura bəs edir bizə. X çıx 3'ə gələk. Deməli, 0'ı bura qoysam 0 plus 3 edir 3. 3-dən 1 çıxıram müsbət edir. Bir dənə də -2 ilə 4'ün arasında, -4'ün arasında -3 qoyaq. Burası da müsbətdir moduldur. -3 qoyanda -3 üstə gəl 3 0 edir 0 çıx 1 -3 oldu -. Bir də -4'dən böyük ədəd qoysaq -5. Yenə bura müsbətdir. -5 çıx 5 -10 modulu 10. -5'i bura qoysam -5 plus 3 -2 -2 modulu 2 2 çıx 1 müsbət eləmiş olur. Bizə də deyir kiçikdir 0. Yəni mənfi qoyduğum hissə. Mənfini ara qoymuşuq. -4 ilə -2'nin arasında cavab -4 -2 C variantı olmuş olacaq. Demək cavabımız budur -4 -2 baxın. Cavab. X çıx 5'ləri ixtisar da eləmək olardı. Heç bir əhəmiyyəti qalmadı, amma eləməyə də bilərdik. Əslində eləsək,
Cavaba ki alsaydıq, tutaq getirəm. -2, 8 arası. Bu səhv olmuş olacaq. 5 orada daxil götürəcəyik. Ona görə də ixtisardansa yazmaq daha rahatdır. Ortaq vurub çıxartmaq. Yəni çaşmazsınız. 5 kiçikdir x çıx 7 kiçikdir 8-dən. Deyir neçə tam 50 var uşaqlar. Yəni bura neçə ola bilər? 5 ilə 8 arası. Ya 6 olar ya 7. Bir də mod olsa mənfi də ola bilər. -6, -7. Neçə dənə həll olmuş oldu? 4 dənə. Və salam. Yəni 5 ilə 8-in arasında yerləşən ədəd 6 ilə 7-dir. Modul deyə -6, -7 ola bilər. Çünki -6-dan modul eləyəcək 6. 5 ilə 8-in arasında olmuş olacaq. Deməli 6, 7, -6 və -7. Neçə dənə həlli var? 4 dənə. Deməli cavab oldu 18-də 4 dənə. 20-ci suala baxırıq. 20-ci sualda görürsünüz, axırda böyüdü 0 var. Deməli, intervallar eləyə bilərəm ən rahat. Hər birini ayrı-ayrı 0-a bərabər eləyəcəm. Ədəd oxunda yoxlayacağım. X çıx 2 0-dır. X oldu 2. 3 çıx x 0-dır. X oldu 3. Ədəd oxunda düzdük 2, 3. 3-dən böyük ədəd qoyuram 4. Məxrəcdə qoymağa heç ehtiyac yoxdur. Çünki modulda 3 çıx 4 mənfi eləsə belə modulunu müsbət edəcəm. Yer anlıq sürətdə yoxlayacağım. 4 çıx 2 müsbət. 2 ilə 3-ün arasından 2,5. 2,5 çıx 2 müsbət. Buradan da 1, 1 çıx 2 mənfi. Məndən nə istəyir? Böyük 0. Yəni müsbət qoyduğum hissələri 2-dən 3-ə, 3-dən müsbət sonsuz. Bəzən uşaqlar deyir, ay müəllim, niyə 2-dən müsbət sonsuz qoymasınız? Burada müsbət. Axı 3-ün özü daxil ola bilməz. Məxrəc 0 olanmaz. Sizə də deyir ki, bu bərabərsinin ən kiçik tam həllini tap. 2. Daxil deyil deyə həlli deyil. Yəni 2 ilə 3-ün arasıdır. Yəni nə 2, nə 3 həllimiz deyil. Bir də 3-dən böyük ədədlər. Demək 2 ilə 3 özü ödəmirsə, 3-dən böyük ən kiçik tam ədəd 4 olmuş olacaq. Cavab oldu 4. 3-dən böyük ən kiçik tam ədədimiz olmuş olacaq 4. Davam edirik. 22-ci sual. 22-ci sual uyğunlaşdırmadır əslində. Əvvəlki bölmələrlə bu bölmənin əlaqələndirilməsidir. Gəlin yazaq. Deməli 23-cü sual. 22-ci sual. Nə deyir 22-ci sualda? Deyir ki 22-in birincisi x plus 5 bölünsün x çıx 1 kiçikdir bərabər 0. Ayrı-ayrı 0-a bərabər elədim. X bərabərdir -5, x çıx 1 bərabərdir 0, x də bərabərdir 1-ə. İntervallaya da bilərsiniz. Demişdim ki, rasionalda da, kvadratda da 2 dənə cavab alırsa və cavab kiçikdirsə, aldığınız ədədlər həmin tənliyin həlli olur. Yəni bunun həlli -5, 1 arasında. Amma -5 daxildir, 1 yox. Niyə? Məxrəc 0 ola bilməz. İntervallaya da bilərsiniz, amma bu daha rahatdır da. Sizdən soruşur tam əllərinin sayı və cəmini. Gəlin baxaq, neçə hansı tam ədədlər var? -5, -4, -3, -2, -1 və 0. Deməli, 6 dənə tam həlli var. Bu oldu. Tam həllərinin sayı 6 dənədir. C variantı. Və bunları toplasaq eləyir -15. A variantı da buna aiddir. Birinci oldu, aynen C. İkinci. Dediyim kimi intervallıya da bilərdik, amma belə daha rahat mənim fikrimcə ki, kiçik olanda aldığımız ədədləri götürür. Nə vaxt o ödənmir? Məsəl üçün 1 çıx x, x çıx 1 yenə 1 çıx x olsa, onda mənfiyə bölüb işarəni dəyişib sonra həll eləməliyik. Modulu bərabərsizlik bayaq dedim, kiçik olanda 2 qat bərabərsizlik kimi də yaza bilərik, sistemlə də eləyə bilərsiniz. Mən sistemlənsə bu dəfə 2 qat bərabərsizlik eləyəcəm. Misal olduğu kimi yazdım, sol tərəfinə də bir dənə həmin ədədin mənfisini qoymuş oldum. Deməli, çıx 5 isə hər tərəfə 5 əlavə eləyəcəm, -2. Üstə gəl 5 kiçikdir x kiçikdir 2 plus 5. Bu edir 3 kiçikdir x kiçikdir 7. Yəni x 3 ilə 7-nin arasındadır. Tam həllərinin sayı 4, 5, 6-dır. Deməli, tam həllərin sayı 3 dənədir. B variantı. Tam həllərinin cəmi isə eləyir 15. Elə bir ədəd yoxdur. İndi 3-cü sualımızı da buradan yazıram. Sual belədir. X kvadrat gəlsin 3x plus 5 bölü 0-dan köklərini tapmaq lazımdır. Diskriminantımız mənfi eləyəcək. Bəli, 9 çıx 20 -11 və demişik ki ax kvadrat plus bx plus c bölü 0 bərabərində diskriminant mənfi olarsa bunun həlli mənfi sonsuzluq, müsbət sonsuzluq olur. Yəni diskriminantı mənfi olmaq o demək ki, bu ifadə həmişə müsbətdir. Həmişə müsbətdirsə x-in yerə nə qoyarsan qoy müsbət alınmış olacaq. Yəni bütün həqiqi ədədlər çoxluğudur. E variantı olmuş. Oldu. Uşaqlar. 23-cü sualın birincisi bundandır. İkincisi 23-cü misalın ikincisi
4-cü sualdandır. Yəni ona görə də onlara baxmayacağım. 25-ci suala keçelim. Gəlin indi 25-ci sualı yazaq. Görək nə edir 25-ci sualda. Deməli 25-ci sualımız birincisindən başlayaq. Deməli modulda x çıx 6 kiçikdir bərabərdir 0 və sual verir a 0 olduqda a -6 və 6 olduqda həll eləmək lazımdır. Gəlin bir-bir həll eləyək. Elə başlayaq a bərabərdir 0 olanda. Gəlin a-nın yerinə 0 qoyaq görək. Nə almış olacaq deyək ki, birinci halda a bərabərdir 0 olsun. Deməli, a bərabərdir 0 olanda x çıx 6 kiçikdir bərabərdir 0. İndi sual verirəm. Modul kiçikdir bərabərdir 0-dan. Yəni modul mənfidir. Ola bilər modul. Yəni kiçikdir bərabərdir 0 o deməkdir ki, ya mənfidir ya 0-dır. Modul mənfi olanmaz. Qalır ancaq 0 olmağı. Yəni x çıx 6 bərabərdir ancaq 0 ola bilər. X yalnız və yalnız 6 ola bilər. Deməli, A variantı buna ödəmiş olacaq. Yalnız 6. Gəlin bir də -6 və -6 qoyaq. Yoxlayaq. -6-nı qoyuram birinci. -6. Deməli, modulda x çıx 6 kiçikdir bərabərdir -6. Sual verirəm. Modul mənfidən kiçik ola bilərmi? Modul həmişə müsbətdir. Müsbət ədəd -6-dan necə kiçik olsun? Deməli, bunun həlli yoxdur. -6 olanda həlli yoxdur. Bu da oldu D variantı. Heç müsbət 6 qoymağa ehtiyac yoxdur. Çünki birinciyə aynen D uyğun gəlibsə, üçüncü variant uyğun gələsi deyil. İkinciyə keçirik. İkincidə verilib modulda x çıx 6 böyükdür A-dan. Gəlin yerinə 0 qoyaq. A bərabərdir 0 olarsa. Deməli, modulda x çıx 6 böyükdür 0. Modul həmişə müsbətdir. İstənilən ədəd olanda bu 0-dan böyükdür. Nə qoyursan qoy müsbət alınır da. Bir dənə bura 6 qoyanda 0 eləyir. Yəni əslində bu bərabərsizliyi həll eləsək belə yazırıq. X çıx 6 böyükdür 0 və x çıx 6 kiçikdir 0. Bu ikisinin birləşməsini götürür. Bu bizə verir x böyükdür 6-dan. Bu bizə verir x kiçikdir 6-dan. X 6-dan böyükdür 6-dan kiçikdir. Yəni mənim sonsuzluqdan 6-ya birləşir 6-dan müsbət sonsuzluğa. Bu deməkdir. Bir dənə 6-nın özü olamaz. Çünki 6-nın özünün qoyunda 0 böyükdür 0 düzgün deyil axı. Deməli onda olmuş oldu. İkinciyə də C variantı aid olmuş oldu. Keçək üçüncümüzə. Ona görə də başqasını yoxlamadım uşaqlar. Yəni o birlərinin də yerinə qoyanda onsuz da alınmır. 25-in üçüncüsünü yoxlayaq. Deməli, x çıx 6 böyükdür bərabərdir A. Və qalıb A bərabərdir 0 və bir də A bərabərdir 6 olan halı. Gəl yoxlayaq. A bərabərdir 0. Deməli, modulda x çıx 6 böyükdür bərabərdir 0. Bu nədir? Mənfi sonsuz, müsbət sonsuz. Bunun ikincidən fərqi nədir? İkincidə 6 ola bilmirdi. 6 qoyanda 6 böyükdür 0 alırdıq. Amma burada bərabərdə var axı. 6 qoyanda 0 böyükdür bərabərdir 0. 0 0-dan böyük deyil. Amma bərabər şərtini ödəmiş olur. Deməli, ona görə də bunun həlli, belə həll eləmək istəyirsə, x çıx 6 böyükdür bərabərdir 0, x çıx 6 kiçikdir bərabərdir 0. Birincidə alırsan x böyükdür bərabərdir 6-dan, bunda alırsan x kiçikdir bərabərdir 6-dan. 6-nın özü daxildir deyə 6-dan kiçik birinə aiddir, 6-dan da böyük birinə aiddir və 6-nın özü də daxildirsə mənfi sonsuzluq, müsbət sonsuzluq olmuş olacaq. Yəni bütün həqiqi ədədlər oldu. Cavab B variantı. Üçüncüyə də olmuş oldu B variantı uşaqlar. Sual birinci kvadrat tənlikdir. Vuranda 2 toplayanda da 3 eləyən ədəd 1 ilə 2-dir. Yəni həllərimiz 1-2 arasıdır. Və tam əlli yoxdur. 1 ilə 2-nin arasında tam ədəd yoxdur. 1 oldu A. Ödəməyin ən kiçik natural ədəd heç bir tam ədəd ödəmirdi. Ödəməyin ən kiçik natural ədəd də 1-in özü olmuş olacaq. D 1-ə. İkincidə isə x kvadrat üstə 6 x plus 9 x plus 3-ün kvadratını vermiş oldu. İstənilən ədədin kvadratı müsbətdir. Deməli, mənfi sonsuz, müsbət sonsuz olmuş olacaq C variantı. Üçüncüdə isə ayrı-ayrı sıfıra bərabər edilib intervallamaq olar. İndi gəlin biz hesablayaq 28-ci sual. Gəlin görək nə edə bilirik. Başlayaq. 28-ci sual. Birincisi. Bunun hamısını yazmayacağım uşaqlar. Eyni qayda ilə həll olunur. Yəni nə ehtiyac var ki, hamısını ayrı-ayrı düzün. Deməli uşaqlar, x-imiz bir dəfə müsbət ola bilər, bir dəfə mənfi ola bilər, düzdür? Bir dəfə birinci x-ə müsbət deyirəm. Müsbət dediyim üçün ifadəm bu formada olmuş olur. İkinci halda isə
İkinci halda isə mənfidir. Və biz bilirsiniz də bunların birləşməsini götürəcəyik. X-lər gedir, x kvadratı bölüdür bərabər 0. Mən qoyarsan qoy bunun həlli mənfi sonsuz müsbət. Yuxarıdakında da edir x kvadrat plus 2x bölüdür bərabər 0. Hə, x-i ortaq çıxartdın, aldın 0 və mənfi 2 olsun. Böyük olduğu üçün mənfi sonsuzluq mənfi 2 birləşir 0 müsbət sonsuzluq. Bunun həlli isə mənfi sonsuzluq müsbət sonsuzluq. Çünki istənilən ədədin kvadratı 0-dan böyükdür. 0-ın özündə qoyanda 0-dan böyük olması da bərabər alınır. Bu ikisini birləşdirəndə mənfi 2 0. Birincisi mənfi sonsuzdan mənfi 2-yədir, o birisi 0-dan müsbətədir. Bu birisi mənfi sonsuzdan müsbət sonsuzluqdur. Bunun kəsişməsi deyil axı ki, deyim ki, ortaqlardır. Birləşmədir. Mənfi sonsuzdan müsbət sonsuzluq istənilən bir şeylə birləşdirəndə cavab mənfi sonsuzdan müsbət sonsuzluq olur. Birinci oldu C variantı. İndi keçirik ikinci misala. İkinci misalda eyni misaldandır. Deməli, biri oldu C, 2-yə keçirik. İkinci misalda sadəcə bu kiçikdir. Kiçik olduğu üçün burada da işarələr kiçiyə çevrilmiş olur. Bu da kiçik bərabər götürəcəyik. Burada da kiçik bərabər götürəcəyik. 0 mənfi 2 alanda, kiçik olanda cavab mənfi 2 ilə 0 arası olmuş olur. Burada isə x kvadrat kiçik bərabərdir 0 olmuş olacaq. Yəni sadəcə böyük kiçiyə çevrilmiş olur da. Kvadrat nə vaxtsa 0-dan kiçik ola bilirmi? Yox. Ancaq 0 olanda bu şərt ödənmiş olacaq. Və burada heyət yox, kiçik olduğu üçün sistem götürməliyik. 0-dan mənfi 2-dən 0-a qədərin kəsişməsi yalnız və yalnız nə olacaq? Yalnız 0-ın özü. A variantı olmuş olacaq. Keçirik üçüncü misala. Üçüncü misalda eyni misaldandır. Sadəcə böyüdür 0-dır. Deməli, bir dəfə x-ə müsbət dedim, bir dəfə də mənfi dedim, olduğu kimi götürdüm. Əslində, elə bir ki, işarəni dəyişmədim. İstəsəniz mənfiyə bölüb dəyişə bilərsiniz. Mahiyyət etibarilə eyni şeydir. Deməli, uşaqlar, burada böyük olmuş oldu. Mənfi 2, 0 almışıq. Böyük olanda cavabımız da böyük olmalıdır. Mənfi sonsuzluqdan mənfi 2-yə, 0-dan müsbət sonsuzluğa. Birinci ilə eyni şeydir. Sadəcə nə dəyişibdir? Bir də yenə böyüdür olduğu üçün sistem yox, heyət olmalıdır. Bir dənə bərabərimiz yoxdur uşaqlar. Deməli uşaqlar, işarələri sadəcə dəyişdim. Baxın, böyüdür. Bir dəfə olduğu kimi x-ə müsbət demişəm. İkinci səfər modulda x-dən mənfi çıxartmışam. Bunun cavabını bu almışam. İndi buna gəlirəm. X kvadratı böyüdür 0-dan. Uşaqlar, kvadrat böyüdür 0-dan. İstənilən ədədin kvadratı 0-dan böyükdür. Bir dənə 0 buranı ödəməyəcək. Çünki niyə ödəməyəcək 0? Onu da izah edeyim. 0 olanda 0-ın kvadratı 0-0-dan böyük deyil axı. Məsələn, birincidə böyük bərabəridir, 0-ın özü də ola bilər. 0-0-dan böyük deyil, bərabərdir amma. Burada 0 olanmaz. Yəni həllimiz olur mənfi sonsuzdan 0-a birləşir 0-dan müsbət sonsuzluğa. Bu ikisini birləşdirsəz, yenə eyni bu cavab alınmış olacaq uşaqlar. Olmuş oldu B variantı. Davam edirik. 29-cu sual. Modulda x kvadratı plus x kiçiyi 0 bölməsinə. Modulun kvadratı h(x)in kvadratı. Heç bir fərq yoxdur. X-i ortaq çıxartdım. X bərabərdir 0, x plus 1 bərabərdir 0, x oldu mənfi 1. Kvadrat tənliksə kiçiksə aldığımız cavablar bərabərsizliyin özü həlli olmuş olur. İntervallıya da bilərsiniz, intervallamıram. Böyük olanda da sonsuzluqla yazırdıq. Bir onu da yazmalım. Sildik uşaqlar. Davam edirik 31-ci sualına. Sual belədir. Modulda x kiçikdir, bərabərdir. 2x çıx, x kvadratı. Deməli, bir dəfə modullu bərabərsizlik olduğu kimi yazıram. Bir dəfə uşaqlar mənfisi ilə yazıram və işarəni dəyişirəm. Yəni, kiçik işarəsini böyük. Kiçik olduğu üçün sistem olur, heyət yox. Və salam. Bunu həll eləmək lazımdır. Gəlin birincisini həll eləyək. X kiçikdir 2x çıxı x kvadratı. Deməli, x çıxılsın 2x plus x kvadratı. Kiçikdir bərabər 0 x kvadrat. Çıxılsın x kiçikdir bərabər 0 x ortaq çıxartdım. X çıx 1 kiçikdir bərabər 0. Ayrı-ayrı 0-a bərabər edirəm.
kiçik olanda aldığım ədədlər onun həlli olmuş olur. 0-1 arası. Şimdi keçirik ikincini həll edək. X böyükdür, bərabərdir. Burada mənfiyə görə mötərizəni atsa mənfi 2x üstəgəl x kvadrat. X plus 2x çıxılsın x kvadratı böyükdür, bərabərdir 0-dır. Mənfi x kvadrat böyükdür, plus 3 böyükdür, bərabərdir 0-dan. Mənfiyə bölürəm. X-i ortaq çıxardıram. Alırsan burada 0. Bundan da 3 alırsan. Kiçik olanda aldığımız ədədlər cavabımız olmuş olur. 0, 3. İndi sistem bilirik. Bunun kəsişməsini götürürəm. 0-dan 1 ilə 0-dan 3-ün kəsişməsi təbii ki 0-dan 1-ədir. 0-dan 1-ə ikisində var. Cavab oldu 0-dan 1-ə. Lap belə gəlin burada kəsişdirək. 0, 1 və 3. Hər üçü daxildir. Qaraladım. Birinci 0-dan 1-ə qədərdir. Birisi isə 0-dan 3-ə qədərdir. Kəsişir 0-dan 1. Yəni bizim cavabımız 0-dan 1-ə olmuş oldu. Cavab oldu bu. Məsələn. Davam edirik. 33-cü sual. Deməli, modulda x plus 1 böyükdür, bərabərdir 2x plus 5. Deyir ki, bu bərabərsizliyi həll elə, ən böyük həllini tap. Əslində, bunu bir neçə üsuldan eləmək olar. Yəni, adi sistem kimi həll eləmək olar. Hərəsini ayrı-ayrı sıfıra bərabər edib, aldığımız aralıqlardan qiymətləri götürüb hesablamaq da olar. O uzun gelir, yəni orada 3 dənə sistem həll eləmiş olacam. Ona görə də ən rahat nə edərəm? Hər iki tərəfdə modul varsa kvadrata yüksəlt. Yəni, sol tərəf olur x plus 1-in kvadratı, sağ tərəf isə olur 2x plus 5-in kvadratı. Mötərizəni aç, tənliyimizi həll edək. X kvadrat üstə gəlir 2x plus 1 böyükdür, bərabərdir 4x kvadrat plus 20x plus 25. Keçirək bir tərəfə x kvadrat üstə yəni 2x plus 1 çıxılsın 4x kvadrat çıxılsın 20x çıxılsın 25 böyükdür, bərabərdir 0-dan enir. Mənfi 3x kvadrat çıxılsın 18x çıxılsın 24 böyükdür, bərabərdir 0-dan. Mənfi 3-ə bölürəm. X kvadrat üstə gəl 6x üstə gəl 8 kiçikdir, bərabərdir 0-dan. Buranda 8 toplayanda mənfi 6 eləyən ədəd mənfi 4 ilə mənfi 2-dir. Deməli, cavabım kiçikdir olduğu üçün də kvadrat bərabərsizlikdə aldığımız ədədlər bərabərsizliyin həlli olmuş olur. İntervallaya da bilərsiniz, amma belə daha rahatdır. Mənfi 4, mənfi 2-dir. Bu bərabərsizliyin ən böyük həlli mənfi 4, mənfi 2-nin arasında ən böyük tam ədəd mənfi 2-nin özü olmuş olacaq. Çünki mənfi 2 də daxildir. Əgər mənfi 2 daxil olmasaydı mənfi 3 deyərdim, amma ehtiyac yoxdur. Keçirik 35-ci suala. 35-ci sualda məsələ nə? Deməli, 35-ci sualda uşaq nəyə diqqət etmək? Axırdakı sıfırı görürük, deməli, ayrı-ayrı sıfıra bərabər eləmək məcburiyyətindəyəm. Gəlin, misalımızı yazaq. Modulda x çıx 1, təzədən mötərizədə 2x kvadrat plus x minus 1 kiçikdir, bərabərdir 0. Ayrı-ayrı sıfıra bərabər edirəm. Modulda x çıx 1 bərabərdir 0-a, modulda x bərabərdir 1-ə, x bərabərdir plus minus 1-ə. İndi ikinci tərəf 2x kvadrat plusun x minus çıx 1 bərabərdir 0. Bunun diskriminantını tapıram. 1-in kvadratı çıxılsın 4 vurulsun a-mız 1. S'imizdə mənfi 1. Bir dəqiqə a-mız 2. Aha. Bölünür 1 üstə gəl 8, yəni 9. X1-i tapıram. Mənfi b plus 9-dan kök çıxır. 3 bölünsün 2 vurulsun a. Yəni 2. Yuxarı oldu 2 bölü 4. 4-də 2. Yəni 2-də 1. Yəni 0, 10-da 5. Buna keçirik. Eyni şeyin çıxmasını yazıram. Yəni 4-də 4 mənfi 1. Mənfi 4-ü 4-ə böləndə olur mənfi 1. İndi nə edirəm? Ədəd oxu çəkirəm. Bu ədədləri düzək. Mənfi 1, 0,5 və 1. Bir şey deyim. Burada heç vaxt işarələr ardıcıl getmir. Modul var deyə. Çünki modul olanda, mötərizənin başında kvadrat olanda işarələr ardıcıl getmir. Məsəl üçün fikir verirsiniz. Eyni mənfi 1-dən 2 dənə alınıbdır. Deməli, mənfi 1-in sağı ilə solu eyni olacaq. İndi gəlin rəqəmlər qoyaq, yoxlayaq. 1-dən böyük 2. 2 çıx 1 müsbət. 2-nin kvadratı 4, 4, 2 vuram 8, 8-in üstüne 2 yarım. 10-dan da 1 çıxar müsbət. Bura oldu müsbət. Bu aradan 0,6 qoyaq. 0,6 çıx 1 mənfi. Bunu yadınızda saxlayaq. 0,6-nın kvadratı 0-dan %36. 2-yə vuram 0-dan %72. 0-dan %72-nin üstünə 0,6 gəlində 1-dan %32. 1 çıxıram müsbət. Bu müsbət elədi, amma bura mənfi eləmişdi. Mənfi müsbətə vurduğum üçün oldu mənfi. Deməli, mənfi 1 ilə 0,5-in arasından qoyuram 0. 0 çıx 1 mənfi 1. 0, 0,
-1. Burada -1 edir, bu da -1 edir. -1, -1-ə vurdum, müsbət 1. -1-dən böyük -2 qoyaq. Bu da müsbət eləyəcək, amma yenə də qoyaq. -2, -2 modlu 2, 2-dən 1 çıxdım, müsbət. Birinci tərəf müsbət, indi bura gələm. -2-nin kvadratı 4, 4-ü 2-yə vuram, 8, 8-dən üstünə gələm -2 edir. 6, altdan 1 çıxıram, müsbət 5. Deməli, hər ikisi müsbət elədi, bu da oldu, müsbət. Səndən istəyirsə, kiçikdir, bərabərdir 0. Mənfi və 0 olan hissələr. Mənfi 0,5-dən 1-ədir, mənfi olan hissələr. Və 0 olan hissələr. 1 daxildir, 0,5 daxildir, bir də -1-dir. 0 olan hissələr. -1 bura daxil deyil, 0,5-dən 1-in arasında -1 yoxdur. Ayrıca -1 yazın. Uşaqlar bəzən deyir, niyə ayrıca 1-i yazmadı? Uşaqlar olsa 0,5-dən 1 yazanda bu 1-i daxil götürmüşük. Ehtiyac yoxdur onu 1-də yazmağa. Yazırıq 37-ci sualı. Bu bölmənin sonuncu sualıdır. Deməli, 37-ci sualımız belədir. Modulda x çıx 2b çıx 4 böyüdür a kvadratı çıxasan 10-a 125. Deməli, sol tərəfi olduğu kimi yazsam, sağ tərəf verir bizə a çıx 5-in kvadratını. Oldu belə. İndi məsələ burada nəyə diqqət etməz? Deyir, bərabərsinin həlləri çox olur. Mənfi sonsuzluqdan 2-yə birləşir 2-dən müsbət sonsuzluqdadır. Burada məsələ nədir onsuz da? Bu bərabərsizliklər sistemini həll edəndə modulluqda. Deməli, bir dəfə yazacağıq x çıxılsın 2b çıx 4 böyükdür bu ifadə a çıx 5-in kvadratı. Bir dəfə də yazacağıq x çıxılsın 2b çıx 4 kiçikdir mənfi a çıx 5-in kvadratı. Özdə burada sistem yox, heyət götürəcəyik çünki böyüdür. Yəni birləşmə olmalıdır. Belə yazmalıyıq. İndi keçirək x-i tapaq. X böyükdür. Burada 2b çıx 4 bir tərəfə keçir. 2b çıx 4 üstə gəlinsin. A çıx 5-in kvadratı. Niyə üstə gəl oldu? Bu mənfidir. Bir tərəfə keçdi, müsbət oldu. A plus b-də müsbət idi. İndi ikinci tərəf mənfi 2b çıx 4 bir tərəfə keçir. Olur müsbət 2b çıx 4. Bu mənfi isə öz yerində qalmış oldu. Oldu ifadəm belə. Deməli, modullu bərabərsizliyin özü böyükdür. Mənfi sonsuzluğu 2, 2 müsbət sonsuzluğu alınırsa, bu deməkdir ki, x böyükdür 2, x kiçikdir 2 alınır ki, bunun həlli mənfi sonsuzluqdan 2-yə birləşir 2-dən müsbət sonsuzluğa yazılmış olsun. Yəni, belə çıxır ki, bu da 2 olmalıdır. Bu da 2 olmalıdır. Mesela, o ikisini 2-yə bərabərləsə, deməli, hə, tutarsın geçsin. Deməli, 2b çıx 4, üstə gəlinsin a çıx 5-in kvadratı bərabərdir 2-yə. 2b çıx 4 çıxılsın a çıx 5-in kvadratı isə bərabərdir 2. Все. 2 bərabərlərim. Tərəf-tərəfə toplayanda bunlar getdi. 2b ilə 2b 4b, mənfi 4 ilə mənfi 4 8. 2 ilə də 2-ni topladım 4 elədi. 4-ün üstünə 8-i gəldim 12. 12-ni də bu 4-ə böldüm. B oldu 3. Əssalam. B-ni 3 tapdıq. Qaldı A-nı tapmaq. A-nın üstünə şifahi bilinir ki, bu 5 olmalıdır ki, ifadə doğru alınsın. Deməli, bizdən nə istəyir? A-nı tapaq. B-ni tapdıq, qaldı A-nı tapaq. Gətir, bu B-nin üçünü burada fərq yoxdur. Qoy yerinə A-nı da tapa bilərik uşaqlar. Deməli, gəlin yerinə qoyaq. 3 almışıq. 3-ü burada yerinə qoyuram. 2 vur 3, 6. 6-dan 4 çıxıram. 2. 2 üstə gəlinsin. A çıx 5-in kvadratı bərabərdir 2. Baxın, burada yerinə qoydum. 2 vur 3, 6. 6-dan 4 çıxım. Yerinə 2 yazdım. A çıx 5-in kvadratını bərabərdir 2. 2-dən 2-sini çıxdım. Eləyir 0. A çıx 5-in kvadratı bərabərdir 0. Yəni A çıx 5 0-dır. A da 5-dir. Bizdən də aynən B-nin cəmini istəyir. 5 ilə 3 toplayırıq. 8.